Hal-hazırda sizin qarşınızda canlı bir nümunə var. Saç əkimi üçün getdiniz klinikaya, orada nələr yaşadınız, ilk gün necə keçir və necə bir vəziyyət alırıq, hər bir şeyi mənlə və bu kanalda izləmiş olacaqsınız. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Saç əkimi elətdirmişəm başlıqdan da göründüyü kimi və ayağımın tozuyla tam da klinikadan çıxıb evə gəlib dedim ki, sizin üçün bir video çəkeyim. Çünki mən də bu prosesə başlamadan əvvəl çox videolar izləyirdim, çox həkimlər araşdırırdım. Saç əkimindən əvvəli, sonrası necə olur, günbəgün necə bir inkişaf olur, nələr etmək olar, nələr etmək olmaz kimi məlumatları bu YouTube kanalımda sizə vermiş olacağam. Yəni göründüyü kimi biraz tipim kayıq vəziyyətdədir, bəsə simmetrik bir şey də var, başa düşmədim. Əslində bu qədər çirkin biri deyiləm. Başınıza gəlsin, kim eləmək istəyirsə başına gəlsin, belə deyək. Saç əkimi prosesi necə ağlıma gəldi, necə araşdırdım, necə istədim bunu. Mən əslində bu şəklini qoyacağam buralarda bir yerə. Əslində mən çox gur, çox sıx və qəşəng saçlarım var idi. Hardasa 2019, 2020 ərəfəsindən sonra onlar sürətli şəkildə tökülməyə başladılar və artıq yerinə də yeni bir tökülər çıxmadı. Mən də hər hansı bir müalicə üsulu olsun, D vitamini olsun, heç birisindən istifadə etmədim. Yəni müalicə etmədim və saçlarım dəhşətli bir şəkildə tökülürdü. Təbii ki, əsgərliyə getdim, gəldim 2020-də, bu da onun üstünə gəldi herhalde. Orada da baxımsız bir şəraitdə olduğum üçün, yəni normal olaraq heç hər hansı bir şey etmədim, yəni saçlarımla bağlı qulluq etmədim. Ona görə də çox seyrək bir vəziyyət almışdı. O şəkillərimdən burada sizə göstərəcəm ki, saçımın vəziyyəti necə idi. Nəysə, dedim ki, hal-hazırda belə davam etməyə, yəni belə davam etmək olmaz. Başladım araşdırmağa. Yəni mən bir dənə şey istəsəm, birinci onu 500 dənə yerdən araşdırıram. Yaxşısı, pisi, mənfisi, müsbəti necə eləyim, eləməyim, mənə yaxşı olarmı, olmazmı? Ondan sonra qərar verirəm. Saç əkimi əslində çox Azərbaycanda çox da araşdırma etməli bir şey yoxdur. Çünki biraz balacadır, hovuz balacadır. Amma məsələn Türkiyə saç əkiminin mərkəzi hesab olunur. Bütün dünya Türkiyəyə axın, İstanbula xüsusilə axın edir ki, saç əkimi eləsin. Amma bizdə də təbii ki, çox dəyərli həkimlər var saç əkimi ilə bağlı. Yəni bütün bu söhbətlərə hamısına bir-bir toxunacağıq, amma part-part videolar davam eləyəcək. Bu bilmək istəyirsinizsə, detalları öyrənmək istəyirsinizsə, mənə YouTube-dan izləyərək, yorum yazaraq və həmçinin də daha tez cavab almaq istəyirsinizsə, Instagram hesabımdan mənə yazaraq yəni suallarınızı soruşa bilərsiniz. Hal-hazırda bu videonu fevralın 23, yəni əkim günüm çəkirəm. Mən əslində daha tez, daha erkən eləmək istədim saç əkimini. Hardasa bir oktyabr, noyabr aylarına ki, bir neçə ay keçəndən sonra özünü tutsun, daha yaxşı, yaya daha belə hazır olum. Yay ayından havuza girim, harasa gedim, daha belə yaxşı olum. Amma ki, həkimdə yer olmadığı üçün o ertələndi və 23 fevrala qədər uzandı. Amma yenə də günümdən çox razıyam, çünki 23 fevral qarşıdan mart gəlir, soyuq bir aydır. Ondan sonra da aprel. Yəni saç əkimindən sonra maksimum 2 ay, 3 ay tam belə qorusaq daha yaxşı olacağı bildirilir. Ona görə də hardasa mən aprelə qədər, maya qədər falan daha belə qorunmalı bir şeylə keçirməyi düşünürəm bu prosesi. Əgər fikir vermişsinizsə, əynimdə sadəcə kapşonka var. Bu da saç əkimi proseslə bağlı olan bir məsələdir. Çünki düyməli, tam düyməli olmayan, tam zamaklı olmayan hər hansısa bir şey geyinmək saç əkimində sizə çətinlik yaradacaq. Onu çıxartdığınız zaman, geyindiyiniz zaman, hansı ki bizim qorumalı olduğumuz, xüsusilə də 10 gün ərzində əkim olunan hissəyə zərər verə bilər. Ona görə də belə bir şey geyinmişəm. Yəni mənim ilk günüm belə idi. Bunu sizə qısa da olsa bölüşmüş oldum, amma belə burada dayanmır, davam eləyəcək. Bundan sonraki videolar, bundan sonraki mərhələ sizlə mənim aramdadır ki, siz mənim hansı sualları soruşacaqsınız daha çox, nələri öyrənmək istəyəcəksiniz, onlarla da video davam etmiş olacaq. Ona görə də videonu bəyənib, videonun altına nəyi öyrənmək istəyirsinizsə, o sualı qeyd etsəz, mən də o sualı cavablandırmış olacağam. Görüşərik.